öleceğim. Ata! 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 Beni de affet! Salam hər kəs. Bugün sizə Ögey ana haqqında elə faktlar danışacağam ki, eşidəndə həqiqətən təəccüblənəcəksiniz. Bu film sadəcə bir ailə hekayəsi deyil. Ən şok tərəfi odur ki, filmdə gördüyünüz bəzi göz yaşları aktyorluq deyil, real hisslərdir. Çəkiliş zamanı emosiyalar o qədər güclü olub ki, aktyorlar özlərini saxlaya bilməyib və həqiqətən ağlayıblar. Rejissor isə bu səhnələri o qədər təsirli hesab edib ki, heç bir dəyişiklik etmədən filmdə saxlayıb. Yatır. Necə də sən oxşayır? Dilara. Mənim ən böyük arzum budur ki, İsmail səni sevsin, səni ana deyib səsləsin. Sən də ona mehriban bir ana olasan. Film yayımlandıqdan sonra isə çox maraqlı bir hadisə baş verir. İnsanların Ögey ana anlayışına baxışı dəyişir. Əvvəllər bu söz daha çox mənfi anlam daşıyırdısa, bu filmdən sonra insanlar başa düşməyə başlayır ki, ana sevgisi təkcə qan bağı ilə olmur. Filmdəki uşaq obrazı isə tam ayrı bir mövzudur. Onun reaksiyalarının bir hissəsi əvvəlcədən planlaşdırılmayıb. Yəni bəzi səhnələr tam real, spontan şəkildə çəkilib. Bu da filmin bu qədər təbii və ürəyə toxunan olmasının əsas səbəblərindən biridir. Çəkiliş meydançasında da maraqlı anlar yaşanıb. Deyilənə görə, bəzi ağır səhnələrdən sonra aktyorlar uzun müddət özlərinə gələ bilmirmiş. Hətta